Hər kəsə salam, Araz Food kanala xoş gəlmisiniz. Çox az vəsait tələb olunan gözəl dadlı piroqla gəlmişik. Bu resept həm çox asandır, həm dəhşət dadlıdır, həm də ki əl çatandır hər kəs üçün. Çox təəssüf ki videodan siz bu gözəl qoxusunu hiss edə bilmirsiniz. Piroqun qoxusu mətbəxi bürümüşdür. İstifadə olunan ingrediyentlərin miqdarı həmişəki kimi videonun açıqlama bölməsində olacaq. Piroq üçün bizə lazım olacaq alma, un, limon, yumurtalar, smetana, yağ, şəkər, kabartma tozu və vanil. Almaların qabıqlarını soyuruq və xırda doğrayırıq. Sort olaraq biz smirenka götürmüşük. Piroqla super gedir, turş məzədir. Bunlar hazırdır. Bu ikisini isə bəzək üçün saxlayırıq. Almalar qaralmasın deyə üstündən yarım limonu sıxırıq və yaxşıca qarışdırırıq. Yumurtalara şəkər tozu əlavə edirik və mikserin aşağı sürəti ilə qarışdırırıq. Şəkər tam əriyəndən sonra mikserin sürətini çoxaldırıq və qarışdırmağa davam edirik. Məhlul artıq ağarıb, indi smetan əlavə edirik və qarışdırmağa davam edirik. Smetan tam qarışandan sonra duru yağ əlavə edirik. Bu arada duru yağı kərə yağına əvəz edə bilərsiniz. İndi isə quru ərzaqları əlavə edirik. Vanil və kabartma tozu. Unu isə süzgəcdən keçirdirik. Əvvəl xəmirimizi əlinə qarışdırırıq, sonra isə mikser yardımı ilə çırpırıq asta xoddan. Piroqun xəmiri çox qarışdırmaq ehtiyac yoxdur, ərzaqlar bir-birinə qarışana qədər kifayətdir. Əsas odur ki, düyümlər qalmasın. Xəmiri hazırlayarkən biz 300 qram undan istifadə elədik. Amma xanımlar bu miqdar dəyişilə də bilər. Yumurtaların böyük və yaxud kiçikliyindən asılı olaraq və yaxud smetananın qatılığından asılı olaraq bunu mütləq nəzərə almaq lazımdır. Xəmir baxın belə bir konsistensiyada olmalıdır. İndi isə keçib bəzək üçün ayrıtdığımız almalara. Videoda gördüyünüz kimi 2 almanı nazik-vari doğradıq. Öncədən doğradığımız almaları isə xəmirə əlavə edirik və qarışdırırıq. Bişirmə qabın altına yağlı kağız səririk və fiksasiya edirik. Bizim qabımızın diametri 24 cm-dir. Xəmiri əlavə edirik qaba. İndi isə maraqlı mərhələ, bəzək mərhələsi. Səliqə ilə belə almaları düzürük. Gülə bənzəyir. Bəzək üçün götürdüyünüz almaları qırmızı alma götürsəz daha yaxşı olar, daha gözəl görünür. Bu mərhələdə sobanı artıq qızdırın. Biz 170 dərəcəyə qoyduq. Bunu da deyim ki, sobalar müxtəlif olur. Qızğın sobada ola bilər, asta sobada ola bilər. Öz sobanızın xüsusiyyətlərə əsaslanaraq temperaturu qoyun. İlk 30 dəqiqə ərzində sobanın qapını açmaq olmaz qətiyyən. Piroqun hazır olub-olmamağı çubuqla yoxlaya bilərsiniz. Əgər çubuq quru çıxırsa, deməli piroq artıq hazırdır. Beləliklə piroqu formadan azad edirik. Əslində soyuyana qədər gözləmək lazımdır. Biz sadəcə səbirsiz insanlar olduğuna görə sırası çıxartdıq. Baxın necə də gözəl alınıb. Biz üstündən şəkər tozu əlavə edirik. Zövqə görə istəsəz dərçin də səpə bilərsiniz. Mütləq sınayın, həm asan hazırlanır, həm çox dadlıdır. Bugünlük isə bu qədər. Videonu bəyənmisinizsə mütləq kanalımıza abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın, sağ olun.